Qocaşçılar, salamlar, necəsiniz? Bugün Makos əməliyyat sistemində çox maraqlı, bəlkə də bilmədiyiniz bir imkanı göstərmək istəyirəm. Deyək ki, hər hansı bir web səhifə açmışsınız və orada bir iş görürsünüz və ya kiməsə nəsə göstərirsiniz, ya da ki, blogersiniz və səhifəni açmışsınız, diqqəti yayındıran bir çox elementlər var ki, bax onlardan azad olmaq istəyərdiniz. Belə bir imkan Safari'də var. Sequoia Makos əməliyyat sistemində bu təşkil olunub. Safari browserda bu necə təşkil olunub, gəlin onu sizə göstərim və mövzunun adı Hide Distracting Items. Sizlər istənilən web səhifəni aça bilərsiniz, amma mən istəyirəm Safari'də kod yazım və elə burada Hide Distracting Items, diqqəti yayındıran elementləri necə gizlətmək olar, onu elə burada tətbiq edim. Məsələn, indi bu saat mənim səhifəmdə bir sıra YouTube dərslərinin indi bu saat təklifi var son olaraq və deyək ki, buradan bir sıra elementləri mən yığışdırmaq istəyirəm və deyək ki, çəkiliş zamanı istəmərəm səhifədə bu kod yaz görünsün. Tamam, bunun üçün nə edirik? Burada çox maraqlı bir işarə var. Vururam ona və elə hətta burada yazıb Hide Distracting Items. Ona vururam və hal-hazırda mənə şərait qurur ki, istənilən imkan nəyə çatacaqsa onu gizlətməyə cəhd edəcək və istənilən elementə vurum, hətta haşiyə də alır. Vururam koca sözünə, animasiyalar çox maraqlı uçur gedir. Həqiqətən də və deyək ki, aşağıdakı elementləri də istəmirəm və beləliklə bir sıra elementləri hansına vursanız gedəcəkdir. Məsələn, bu qalsın istəyirəm, deyək ki, bu da geçsin istəyirəm və iki PHP arasında tic-tac-toe mövzusu olsun. Məsələn, deyirəm, eyni zamanda aşağı düşərəm, bu elementi də yığışdıra bilərəm, edərəm ki, sayı məsələn eyni gəlsin və deyirəm, nə maraqlı, amma nədən vurğulayıram? Belə bir məhv etmə web səhifədəki hər hansı bir elementlərə toxunmur. Heç nəyi məhv etmir. HTML, CSS və proqramlaşdırma məqamlarına toxunmur. Sadəcə çalışır, yada saxlasın ki, sən nələri hələ ki görmək istəmirsən. Deyək ki, bu qədər mənə bəsdir. Done düyməsini vururam. Evala. Baxın, nə maraqlı, nə gözəl. Mən bir səhifəni yeniləyim, görə yada saxladı mı mənim görmək istəmədiyim, gizlətmək istədiyim elementləri və refresh edirəm. Bir fikir verin, bir anlıq anlayır nə deyil, evala. Nə maraqlı, nə gözəl. Mən həqiqətən də istədiyim elementləri burada gizlədə bilirəm. Gəlin mən başqa bir şey eləyim. Deməli, əgər sizlər istifadə etdiyiniz Makos əməliyyat sisteminin sonuncusu olan bugün üçün Sequoia adında əməliyyat sistemindən yararlanırsınızsa, baxın, həmin versiyada artıq bu Hide Distracting Items o qədər maraqlı bir səviyyəyə gəlib ki, hətta brauzeri bağlasanız belə, çünki bu çox maraqlı bir sessiya bağlıdır belə bir imkan və əvvəllər biz yeniləyən kimi hər şey qayıdırdı öz yerinə, amma indi bu saat mən nə qədər yeniləsəm belə, Command R ya da elə burada həmin düyməyə vursam heç nə etmir, amma bağlasam nə olar? Gəlin bağlayayım və Spotlight-la təzədən Safari çağırım və burada kod yenə yazım. Mənə çox maraqlıdır. Görüm hələ açarmı və həmin vəziyyət qalarmı? Aynı maraqlı. Səhifədə əgər həqiqətən də interaktiv reklamları yoxdursa, qalan hər şey silinə bilir. Sadəcə proqramlaşdırma yolu ilə reklamlar mütəmadi olaraq yenilənirsə, o zaman ola bilsin ki, hər dəfəsində reklam gəlsin. Amma nə maraqlı, bağladım, açdım, yadda saxladı. Amma gəlin hər şeyi geri qaytaraq. Deyək ki, mən səhifədən yararlandım, deyək ki, tələbələrə göstərmək istədiyimi göstərdim və diqqətləri başqa şeyə yayınmadı, hər şeyi gözəl etdim və vaxtıdır ki, geri qaytarım bu saytda olan məqamı, çünki indi bu saat həmin sözü gedən Makos əməliyyat sisteminin Sequoia versiyasında mən bağlasam da, mən hətta yeniləsəm belə, hər şey yada saxlamağı bacarır. Amma deyirəm, daha bəsdir, istəmirəm. Onda bəsdir ki, təzədən keçid alın bura və Show Hidden Items. Mən gizlətdiyim elementləri təzədən göstər deyirəm və Show düyməsinə vururam. Evala, çox maraqlı. Hər şey öz yerində, dediyim kimi proqramlaşdırmaya toxunmur, heç bir sizin HTML tag elementlərinizə ziyan vermir.
Amma belədir ki, çox maraqlıdır. Bax, həqiqətən də istədiyim an, istədiyim elementi gizlədə bilirəm. Gəlin başqa səhifələrdə də yoxlayaq. Məsələn, Buy Me a Coffee adında ayrıca kod üçün bir səhifə var və bura iyanə donation səhifəsidir ki, ayrıca sponsorlar və yaxud da ki, hər hansı bir kodda, videoda maraqlanan kəslər ayrıca ötürəcəyim və eyni zamanda onların da könüllü şəkildə iyanə edəcəyi bir yerdir və deyək ki, bu səhifədə mən bilə-bilə sponsorların hər hansı bir aktivitisini bir anlıq səhifədən yığışdırmaq istəyirəm ki, məsələn göstərəndə, çəkiliş edəndə məsələn, tamam, bəsdir ki, mən keçid alım Hide Distracting Items və burada heç göstərmək istəməyim ki, əslində nə qədəri mənim üçün artıq bir sponsorluq və yaxud da ki, eyni zamanda əlaqə qurub bir müəyyən material əldə edib və buranı bağlayıram. Bu qədər. Mənə bu bəsdir. Və dan edirəm. Deyirəm, nə gözəl. Deməli, nə isə çəkəndə, nə isə deyəndə mən artıq bu səhifəyə gəlirəm. Sözümü, cümləmi deyirəm. İstər sponsora, istərsə də ayrıca məndən video istəyənlərə. Bu daha çox başqa bir ölkədən olur, amma onların da ödəniş şəraiti bura olur. Amma Azərbaycanlılarıma da bir neçə şeyləri buradan təşkil edirəm və deyirəm, burada artıq demək ki, e-mail yazırsınız, ad, soyad və iyanə rahat edə bilərsiniz. Və bu məqamda heç göstərmirəm ki, deyək ki, təvazökarlıqdandır və yaxud da ki, informasiya verməməkdəndir. Nə olur olsun, çəkiliş edərkən, göstərmək istəyərkən onu rahat buradan söndürəm, heç ruhları da incimir. Məsələn, belə bir anda da və bu kimi hallarda da mən istəsəm müəyyən elementləri gizlədə bilirəm. Gəlin başqa bir məqama da baxaq. Məsələn, sosial mənim səhifələrimin birində nəsə nümayiş etdirmək istəyirəm və diqqətimi yayındıra biləcək elementləri söndürmək istəyirəm. Qoy bu da olsun Threads adında mənim səhifəm və burada da artıq istəmirəm login or sign up for Threads ya da menyusu. Bu problem deyil. Keçid alıram yenə Hide Distracting Items, sidebar yığışdırdım. Eyni zamanda bu elementi də yığışdırdım. Dan elədim, əla və nədənsə danışmaq istəyirəmsə və bu səhifəni çəkiliş edirəmsə, çox rahatlıqla hər bir elementi burada göstərə bilirəm və olur həqiqətən də maraqlı. Düzdür, proqramlaşdırma yolu ilə hər an burada nəsə baş verə bilər, səsdən asılıdır, Instagramın özünün kodundan asılıdır, amma belədir ki, heç də pis deyil, gedirəm də müəyyən qədər, düzdürmü göstərə bilirəm və bundan qabaq mənə mane olan elementlərin biri də burada yoxdur, gözəl. Aydın məsələdir ki, bu hardasa dayanmalıdır, yoxsa axıra kimi getməz, məndən login istəməlidir. Möhtəşəm, belədir ki, bax bu elementi də gizlətmək istəyirəmsə, unutdumsa, onda onu burada gizlədirəm və dan düyməsinə vurub, bir daha sözümü, çəkilişimi edirəm, tamam mı? Və deyirəm, məsələn, Threads, social media, bax, belə də təşkil olunur Kodyaz səhifəsində və heç arada login heç göstərmirəm. Bu da özündə çox maraqlıdır. Aydın məsələdir ki, hər şey qaytarmaq istəyirəmsə, show hidden items deyirəm, show və bu qədər. Hamısı öz yerində. Gəlin keçid alım LinkedIn hesabıma və orada görək vəziyyət necədir, nəyi söndürə bilərik və deyək ki, orada nədənsə danışmaq istəyirəm və hal-hazırda deyək ki, sağ tərəfdə olan bu elementləri söndürmək istəyirəm. Keçid alıram yenə də özümün Hide Distracting Items Safari browserində təşkil olunmuş bir imkana və ona vururam. Aydın məsələdir ki, yenə də hər hansı bir element məni narahat edirsə, diqqətimi yayındırırsa, mən tamamilə yığışdıra bilirəm. Bu qədər. Və gəlin dan deyim, bəlkə də aşağıda nəsə var, onu da ola bilsin mən yığışdırdım, amma deyirəm ki, bax, indi bu saat LinkedIn hesabındakı olan nədənsə danışacamsa, belə bir göstərmə, belə bir deməli səhifələmə mənə daha rahatdır. Hər şey sizdən asılıdır. Baxın, nədən danışırsınız və nə göstərirsiniz. Bu nəinki kompüterdə, bu telefonda da mümkündür. Gəlin sonunda da sadəcə VTRSchool'dan bir neçə məqam var ki göstərim və biləsiniz ki, həqiqətən də interaktiv elementləri silmək o qədər də asan deyil və indi bu saat PHP tutorial səhifəsindəyəm VTRSchool'da. Mən həmişə ona VTRSchool deyirəm və məsələ nədir?
Deyək ki, burada bir sıra elementləri diqqətimi doğrudan da ki yayındırır. Mən onları gizlətmək istəyirəm. Hide distracting items. Deyək ki, həqiqətən də bəlkə də video çəkiliş edirəm və bir sıra elementlərin burada olmasını heç istəmirəm və hətta bu reklam hissəsidir. Onu da yığışdırıram. Advertisement var. Bunu da buradan yığışdırmağa cəhd edirəm və baxıram yenə varmı reklam hardasa və bu da reklamdır. Onu da yığışdırmağa cəhd edirəm. Baxıram, məsələn, buna da ehtiyacım yoxdur, fikirləşirəm. Bir elementləri yığışdırıram, onlar da artıq gedir və bu da reklamdır. Bunu da yığışdırmağa cəhd edirəm. Deyək ki, bu qədəri qalsın, fikirləşirəm. Tamam, dan vururam, fikirləşirəm, hər şey gözəldir. Amma gəlin bu səhifəni yeniləyək. Və ola bilsin, hətta interaktiv şəkildə də hər hansı bir elementlər təzədən gəlsin və mən səhifəliyim, görəm, aydan mən bunu axı yığışdırmışdım. Məsələn, ondakı proqramlaşdırma yolu ilə bu reklamda axı və reklam yeri yenilənir, təzələnir və ola bilsin ki, gizlətmək istədiyini nə qədər cəhd edib gizlətsə də, yenə də proqramlaşdırma üstün gəlir, reklamdır və beləliklə, baxın, bu səhifədə və bu kimi səhifələrdə ola bilsin, nə qədər gizlətsəniz, müəyyən elementlər yenə də üzə çıxa bilər. Bundan sonra macOS əməliyyat sistemində sizə həqiqətən də maraqlı olacaq. Dediyim kimi, nəinki macOS, həm də iOS-də işləyir. Yəni, telefonda da siz Safari'də bunu yoxlaya bilərsiniz. Eyni zamanda kompüterdə də macOS əməliyyat sistemində Safari'də bunu yoxlamaq mümkündür. Amma əgər siz həqiqətən də macOS əməliyyat sisteminin Sequoia bu ana qədər olan tam sona qədər versiyasını yeniləmişsinizsə, onda hətta yaşam sessiyası, yəni yadda saxlama sessiyası daha uzundur. Həm bağlasanız, həm də yeniləsəniz yadda saxlayacaq. Bundan qabaqki əməliyyat sistemlərində o qədər də saxlamırdı yadda, yeniləyən kimi itirdi. Amma bu dəfəsində gördüyünüzdə həqiqətən də yadda saxlayır və hətta təzədən açsam belə o həmin yadda saxladığınız formada da açacaq. Nə qədər ki, bərpa edici əmri verməsəniz, show deməsəniz, o sizin üçün bunu bir daha göstərməz. Belədir ki, bu funksional Safari də bizlər üçün çox vacibdir. Güman edirəm ki, sizlərə də faydalı oldu. Kod Yaz kanalına abunə olmağı da unutmayın. Sağ olun, sağ salamat.